size bir şey diyeyim. Birinci Qarabağ müharibəsindəki kişilərimiz peşnəylə torpaq tutdu. Yoxsa onlar orada dayanmayacaqlar, gələcəklər, fərmətlər. Onlar peşnəylə nə silah var, nə yemək var, nə o kişilər o 30 il bizim hələ ayaqda qalmağımızı bu kişilər təmin elədi. Sonra Mübariz İbrahimov öz şəxsində bir qəhrəmanlıq elədi ki, onun bağışda sözü keçirəm, onun mənim Əbbəkirim Naxçıvanskinin ali hərbini pilotluğu üçün onun birbaşa kalendarını hazırlayıb gətirib evdən asmışdı ki, bu mənim qəhrəmanım. Aprel döyüşündə sübut elədi ki, biz hələ döyüşə bilirik, canların da var. Tozda şəhid olanlar da hamısı bizim, hamısı. Hətta mən sizə bir şey deyim, o ateşkəs dönəmində şəhid olanlar var, Səngərdə, onlar da çünkü onlar əlində avtomotorda durmasaydı biz yox hamı kim vəzifəsi varısı kasıbı yoxsa erməni orada dayanma deyirdi gördü Şuşa deyir qoymuşuq ki buradan oraya hara qədər getməyi bilirik. Bu kişilər onların qarşısını alır və bizim də belə deyək borcumuzdur. Bir söz var ya atamızın borcudur. Biz ziyarət edib elə atamızın borcumuzdur. Yəni bura biz minnət qoymalıyıq ki, belə fəxr yerlərimiz var. Yoxsa bir millətin şəhidlər xiyabanı yoxdursa, millət deyildir. Bir millətin torpaq uğrunda canını verən kişilər. Mən baxıram hamısını 22-20. Mən ağlayırdım oğul başda söyləyir, 40 mərasimi idi deyəsən. Gördüm bir əl belə. Döndüm, sən ağlama. Türkiye'de Çanakkale'nin balaca biri geldi Çanakkale. Şehitler Çanakkale. Əbubəkir dedi Kürdəmiri bütün Azərbaycana qayıtdırdı. Amerika'dan gəlirlər mənim yanıma o adım xəbərlə. Siz inanın mənim evimə. Uzaq bir rayondan gəlib inciməyə haqqınız var da sənə qurban. Tabii sizin hər şey. Mən Tural Abbasının gəlib Teymur Abbasının yoldaşım gəlib görmüşəm. Bir hicabda, bir qara paltarda bir gəlin başa sarılıb ağlayır. Mən onunla bahəm ağlamışam. Ağlamışam. Övladım var, deyib 2 balam var. Sevinirəm ona televiziyada proqram. Sevindim ki, mənim Əbbəkirimin yadigarı da qalmıyor. Təkrar uçuşa qalır. Hansı oğul öz toyunda gəlini gətirməyə gedirən, qaça gedib restorana. Görüm orada başımın üstünə asılan bayraq, birdən asılan tapşırıb ki, bilir. Azca əyri durar. Odur, bayraqlarla gedib gəlini gətirib. Bütün maşınlar, adeli bir maşınlar ne var? Bütün bayram. Yani biri kahraman oğluydu, vətənsever boş-boşuna. Təkrar uçuşa qalxır. Ayağı sınıq olmalıyla baxmaq. Təkrar uçuşa levətədən azad. Bütün şəhidlərimiz qəhrəmandılar. Baxın, mən bayaq o 92-ci ilin şəhidi vardı orada. Üniversitet tahsil edir, 20 yaşında. 700 balla atıyor şəhidi. Ona göre bizim de halk olarak borcumuzdur. Devletin de borcudur ki şimarisi hiç koymadı. Hamı eyni gayrı, eyni diqqət. Ziyarət üzün, onu bak Facebook'ta, YouTube'da, her sahada paylaşmağınızı istiyoruz. Biz analara da o təsəllidir ki unudulmasın, görülsün. Zaten unudulmayacaq. Valla mesela ki, bakın buradaki bulan şəhidlərin bu əksəriyyətini hiç kim tanımır. Mən tanımıyorum. Buradaki hiç bir üzböz deyil. Ben çoxunu hamısını ziyarət edirəm. Bak, biz şəhidlər bizim bir şey deyirəm. Mən deyirlər ki, şəhədə mən o qardaşının balası da adım qoymuşum, yaşadır. Amma çağırılsın, Əbbəkir səslənsin, dostlarınız üçün. Amma deyirəm ki, şəhidlər özləri öz adını yaşadıqlar. Qəhrəmanlıqları ilə. Özləri öz adını yaşadı. Bütün Azərbaycana yaxşı oğullar ki var, onları tanımaq istəyənlər var. Onlar sağ olsun. Tanımayan özü bilir. Tanımayan özü bilir. Şəhidin tanımayan kim tanır? İnsan gərək birincisi hörmət qazanması isə öz-özünə hörmət edir. Öz-özünə hörmət eləməyən insan ətrafındakı nə hörmət? Ona görə siz bu gün ola bilər, məsələn, mən vəzifədəyəm, diqqətsizlik göstərirəm. Siz küsə bilər. Amma sabah mənim yerimə daha qeyrətlisi gələndə, daha yaxşısı gələndə, məsəl üçün deyirəm, onların olsa qədir bilməyəcək. Qədir bilməzlər, gedib qədir bilənlər gələndə. Yəni, bunlar elədi ki, yenə deyirəm, biz öləndən sonra evladımız, nəvəmiz heç gəlməyəcək. Amma burada yenə deyirəm, vəzifədə dünənə qədər Mehtiyevin ayağı dayan yerə baş qoyanlar, indi Mehtiyevin əleyhinə dayan. Amma birinin cəsarət satıb, dursun şəhidin haqqında bir söz desin. Bir gün var vəzifə, bir gün yoxdur. Elədir. Amma şəhidlər ömür